Salam əziz izləyicilər, mən Abbas Hacıyev. Bugün sizlərə yastı şaftalı ağacında meyvə seyrəltməsini göstərmək istəyirəm. Görürsünüz, ağacda nə qədər meyvə var. Baxın, bir topada 7-8 meyvə var. Biz bu ağacı göstərmək istəyirəm sizə. Bu ağacda seyrəltmə aparılıb. Bəzi yerlərdə yenə də sıx meyvələr qalıb. Görürsünüz ki, bax burada qalıb. Ona görə bu meyvələrin biri götürülməlidir. Burada da ortadakı meyvə götürülməlidir. Bax burada yenə də seyrəltmə apardıq. 4 dənə meyvə saxladıq. Gəlirik bu hissəyə. Burada bunu götürürük. Çünki 2 meyvənin ortasındadır. Və prinsipi bu da qala bilər. Çünki meyvə azdır burada. Amma burada daha meyvə çox sıxdır. Baxın, 4 dənə meyvə var. Onlar 4'ü də burada qala bilməz. Ondan ikisini götürürük. Burada görürsünüz nə qədər meyvə var. Bu meyvələri də həmçinin bir dənədən bir götürürük. Hardasa 2 meyvə arasında təxminən 4 barmaq məsafə olmalıdır ki, meyvə şişmə dövründə bir-birinə mane olmasın və rahat öz kalibrinə gəlib çata bilsin. Və bəzən belə partlayan meyvələr var, onları birinci növbədə qırıb atırıq. Çünki havalar yağışlı keçdiyindən meyvələrdə partlamalar olub. Amma azdır da, o qədər də çox deyil. Bax, burada da seyrəltmə edirik. Bu qədər əziz izləyicilər. Maraqlı videoları görmək istəyirsinizsə və bizim də bağçılıqla bağlı təzə videolar çəkməyimizi istəyirsinizsə, kanalımıza abunə olun və siz də çəkilən hər videodan məlumatlı olun və öz dəstəyinizi bizdən əsirgəməyin.